Xələfşə kəndinə, Qarabağ torpağına xoş Çox gəlmişsiniz. sağ olun. Güzel. Şehidi deyən bu uşaq idi. Bəli, Şehidi bəli. deyən bu uşaq idi. Əhməd Alının Gəl şehidi. Zahra, gəl. Yadında qalıb qızım. Qalmalıdır Zahran. Zahra olsun. De görün bak elimde Bir dəqiqə üzr istəyirəm. İlham Əsəda qızının öz sifarişi ilə Əlsafa Quliyevin yazdığı şeiri və Balasəs səsin Arzu Balasəs Bal səs. Arzu Balsəs tərəfindən səsləndirilmiş şeirini Zəhra xanım icazə istəyərək onu səsləndirmək istəyir öz Əhmədalı əmisinin Xatirəsinə. xatirəsi qarşısında. Buyur Bəli, mənə bəli. Zəhra. Sən ey qəhrəmanım, igid qardaşım, ən cəsur, yenilməz döyüş yoldaşım. Bütün döyüşlərdə sən öndə oldun, düşməni məhv edib intiqam aldın. Sən öz gəncliyini verdin vətənə, bugün minnətdardır xalqımız sənə. Adın Əhmədalı, Nemes ləqəbin, vətən üçün döyündü hər zaman qəlbin. Düşmənin gözünün odunu aldın, canların alaraq qorxuya saldın. Vətənə, millətə var sədaqətin, əyilməz qamətin, əyilməz qəddin. Səni xatırlayır Adil, Seyid qardaşın, Amil qardaşı. Amil qardaşın. Ağır yaralıydı mərd silahdaşın. Hələ sağalmayıb aldığı yara, düşmənin gününü etdiniz qara. Tarixə yazıldı cəsur adınız, vətənə məhəbbət, sevgi andınız. Kimsən sevmədin, vətəni sevdin, bizlərə örnəkdir vətənə sevgin. Qələbə yaraşır şanlı orduna, zəfərlə qayıtdıq doğma yurduna. Dağıtdın millətin, kədərin, qəmin, qəhrəman oğlusan sən xələfşənin. Səninlə öyünür vətənin, elin, səninlə fəxr edir doğma Füzulin. Səni ayırsa da amansız ölüm, səni düşündükcə açılır könlüm. Səninlə fəxr edir doğma Füzulin, səninlə fəxr edir doğma Füzulin. Sağ ol, Zahra, sağ ol, sağ ol, sağ ol.